I think this is the key. Imagine we are talking about not this experience. Sosial medyada marketing. Mahal Abayevadan xahiş edir bura. Öz prezentasiyamıza. Mən bugün sizə rəqəmsal nəfs haqqında məlumat verəcəm. Hər birimiz, burada olan hər kəs, hər şəxs zamanını, dəyərli ömrünü oxumağa, öyrənməyə anlamaqlar var, çox savadlı insanlar var. Hətta sizlərin əksəriyyətinə film də çəkə bilərik, o qədər zəhmətlərdən keçmişsiniz. Amma gəlin bir baxaq görək, mütləq formada qeyd edirəm. Rəqibini tanıtmaz, özünü tanımır. Çünki bazar tələb yoxdur, istəyir marketing sahəsi olsun, istəyir hərəkət tələb yoxdur, istənilən gələn hər bir şeyi eləyəcək ki, tək ki siz onun xəstəxanasında fəaliyyət göstərəsiniz və müştəri çoxluğu olsun. Dərman şirkətləri mütləq kimi sizi tanımalıdır. Niyə? Çünki sizlər ömrünüzü illərlə universitetlərdə oxumuşsunuz. Gecə-gündüz başqaları gəzərkən, əylənərkən, siz öyrənmişsiniz, xəstəxanada minlərlə insanın həyatına gözəl toxunuşlar eləmişsiniz. Amma siz həqiqətən layiq olduğunuz yerdəmisiniz? Yəni, sizi həqiqətən lazım olan insanlar tanıyırmı? Acı reallıqdır. Bəli, bəlkə də bugün bunu etmək istəyən insanlardan söhbət edir. Sadəcə gedin bir baxın, görün sizin sosial platformanıza, istəyir Instagram olsun, istəyir Facebook olsun, YouTube olsun, LinkedIn olsun, fərq yoxdur. Sizin o platformalardakı görünüşünüz nə dərəcədə qənaət bəxşdir? Həqiqətən bir ürəyi xəstə olan insan, X bir həkimi, aranızdan bir şəxsi tapmaq istəyəndə gəlib tapa biləcəkmi? Tez-tez kontaktına keçirirlər və ən əsası interaktiv paylaşımlar göstərirlər. Hədəfiniz nə olmalıdır? Görünürlük, etibarlılıq və tövsiyə. Görünən etmək lazımdır. Bunu görünür insanlara göstərir. Çünki əziyyətiniz yerdə qalmalıdır. Bu qədər.